Salam, efirdə xəbər vaxtıdır. Studiyada mən Turac İbrahimovayam. Tetricqaro bələdiyyəsində yerləşən Pitaret monastırında ənənəvi təmizlik aksiyası keçirildi. Aksiyada bələdiyyənin meri də şəxsən yer aldı. Ətraflı reportajımızda. Tetricqaro bələdiyyəsinin Xram çayı dərəsində yerləşən Pidareti monastır kompleksi 12-13-cü əsrlərə aid Gürcü memarlığının görkəmli abidələrindən biri hesab olunur. Abidənin unikallığını və əhəmiyyətini nəzərə alaraq mədəni irs hərəkatının təşəbbüsü ilə monastırın yaxınlığında ənənəvi təmizlik aksiyası keçirildi. Biz bugün Pitaret monastırındayıq. Bu abidə artıq 4-cü abidədir ki, təmizlik işləri aparırıq. 5 ildir bizim kampaniya davam edir və günü-gündən miqyası genişlənir. Burada bizə vətəndaşlar, Ağbulağın bələdiyyə təmizlik xidmətinin əməkdaşları, şəxsən mer qoşulub. 13-cü əsrin abidəsidir. Əhəmiyyəti danılmazdır. Pidareti monastırı əsrlər boyu çoxsaylı basqınlara, talanlara və dağıntılara məruz qalmış Barataşvili Orbelyani ailəsinin ata-baba yurdu olmuşdu. Tarixi sarsıntılara baxmayaraq yenə də öz şəxsiyyətini və mənəvi əhəmiyyətini qoruyub saxlayır. Bu tarixi qorumaq üçün həm yerli hökumət, həm də özəl sektor Pidaretinin qayğısına qalma prosesində fəal iştirak edir. Ağbulaq bələdiyyəsinin Pidaret monastırının ərazisindəyik. Burada Abidələr naminə hərəkat təşkilatının əməkdaşları ilə birlikdə aksiyada iştirak edirik. Gələcəkdə də bu ənənəni davam etdirərək abidələrin ərazilərini təmizləməkdə davam edəcəyik. Pidareti monastır kompleksinin təmizlənməsi Kromokartli bələdiyyələrində mədəni irs abidələrinə qulluq və mühafizəni nəzərdə tutan kampaniyanın tərkib hissələrindən biridir. Gürcüstanın Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar üzrə İdarə Etmə Xidməti taxıl biçini zamanı baş verən tarla yanğınlarının qarşısının alınması və nəticələrinin aradan qaldırılması məqsədi ilə Kaxitidə səhra əməliyyatı qərargahı açıb. Fövqəladə Hallar Xidməti əhalini yüksək vətəndaşlıq məsuliyyəti nümayiş etdirməyə və yanğın mənbələrini nəzarətsiz qoymamağa çağırır. Tüstü və ya yanğın aşkar edildikdə dərhal 112-yə Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizliyi İdarə Etmə Mərkəzinə xəbər verilməlidir. Daxili İşlər Nazirliyinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat və istintaq tədbirləri nəticəsində narkotik cinayətləri törətməkdə təqsirli bilinən 5 nəfər həbs edilib. İstintaq eksperimenti zamanı onların göstərdikləri yerlərdən satış məqsədi ilə yerləşdirilmiş metadon və qurudulmuş marixuana kimi narkotik vasitələri maddi sübut olaraq götürüblər. Cinayət 20 ilədək və ya ömürlük həbs cəzasını nəzərdə tutur. Judo üzrə 2025-ci il Dünya Çempionatının yarımfinal görüşündə Gürcü judoçu Quram Tuşişvili Cənubi Koreyalı Min Jong Kimlə üz-üzə gəlib. Gərgin mübarizəyə baxmayaraq Quram finala yüksələ bildi. Final görüşü bugün saat 20:00-da keçiriləcək.
a great match. Picked him off at the end. Kim had to open up. He had to go for it. Kim Min-jong, the current world champion, will remain world champion just for a little bit longer, because there's going to be a new one later today, and it could be the winner. Və salam, yenidən görüşmək ümidi ilə özünüzə yaxşı baxın.